Salam dostlar, yeni bir Azərbaycan videoya hamınız xoş gəlmisiniz. Bugün sizə birlikdə, yəni bu yeni çıxartdığım bu kostyumun adı nədir? Hə, Suk Uteki Tara'yı yoxlayacağıq sizlərlə birlikdə. 2 oyunluq yoxlayacağıq. Aha. Uzun bir vaxtdan sonra Azərbaycan video çəkmək istədim. Çünki biraz daha Brawl Stars videoları 2 gündən biri olacaq. Yəni bunu da burada deyim. 2 gün aralıqlı olacaq. Bir gün video atacağım, 2 gün atmayacağım. O birisi gün yenə atacağım. Yəni bu da həftədə 3 video və ya 4 videoya gələcək. Bunu niyə edirəm? Çünki YouTube'un algoritmasını tapdım. Yəni mənim videolarım 2 gün yaxşı izlənir. Ondan sonra da izlənməsi düşür və beləliklə belə bir qərar aldım ki, belə video düzənində video çəkməyi düşündüm. Yəni belə bir qərar verdim. İnşallah bu algoritmdə yaxşı olacaq. Yəni abunəmiz xeyli bir artar. Bilirsiniz, artıq Türkçə videoları biraz məzmunu dəyişdirdim. Həm də biraz səsini falan filan videoları daha kaliteli edirəm. Amma Azərbaycan videoda belə olmayacaq. Azərbaycan videolarda yenidən öz enerjimi ortaya qoyacağam. Bəlkə bir vaxt sonra Azərbaycan videolarda yenidən başqa cürə, yəni biraz daha orada Türkçə videolardakı kimi edərəm. Nəysə, ilk oyunu uduzduq. Bu videoya özəl. Yaxşı, gəlin sizə birlikdə 2 oyun da oynayaq. 2 oyunu yüksəldirəm 3 oyuna. Özüm bilirəm, pis oynadım bu oyunda. Amma belə görünür ki, onda onun tapılmaması biraz şübhəlidir. Botlar gələ bilər, bəli. Elə botlar da gəldi. Elə yəqin bu oyunun, yəni nə qədər yəqin dedim bir dəqiqənin içərisində. Yəni, təxmin edirəm ki, birinci olacağıq və bu oyunda olsa çox da sayılmır yoxlamaq kimi. Aha, indi oyunçuya, yəni karakterə baxaq. Dostlar, bu kostyum çox yaxşıdır. Yəni atış effekti sada yaxşıydı. Yəni superdir. Görürsünüz belə tikan kimi bir şey atır. Yəni Tara'nın o kart məzmunundan çıxmağı da biraz yaxşı oldu həqiqətən. Ancaq kart nə qədər kart görürdük. Yəni ona görə də biraz kart məzmunundan çıxmağı yaxşı oldu Tara'nın. Yəni Supercell axır vaxtda yaxşı kostyumlar gətirməyə başladı. Baxaq, inşallah yenidən əvvəlkinə qayıtmaz. Supercell elədi ki, bir 6 ay, 7 ay qəşəng kostyumlar gətirir. Sonra yenə bərbadlaşdırır. Kostyumdan sonra təzədən başlayır yaxşı kostyumlar gətirməyə. Yəni ona görə, amma birazdan da bilirsiniz, yay tətiyi bu arada 2-ci olduq. Söhbətə başım qarışdı. Yoxsa dardım. Yəni burada narahatçılığınız olmasın. Aha. Bu arada görürsünüz dostlar, yəni 49.000 kuboka çox az qalıb. Dünən 800 kupa kastım. Yəni asan idi. Yaxşı biraz kastım. Yeni aldığım Phoenix karakterini də 500 kupaya qədər qaldırdım. Asan da oldu. Phoenix mən o videoda güçsüz de sat demişdim. O Phoenix yoxlama videosunda. Amma Phoenix çox yaxşı karakteriymiş. Hə, dostlar, bu arada sizə deyim. Yəni bu dediyim gibi 3 gün aralıqlı video şeyində, algoritmində ancaq Brawl Stars videoları olacağını güman edirəm. Elə bir səhvli bir əksi, yəni biraz nətər deyirlər, bir xəta olmazsa, başımıza bir pis şey gəlməzsə, ancaq Brawl Stars videoları olacaq. 3-cü oyunda da belə. Amma olsun, bir oyun daha oynayaq da gəlmişik, danışıram. Aha. Başımıza bir şey gəlməsə, bir Türklər aksilik olmazsa, ancaq Brawl Stars videoları olacaq. Ondan başqa Brawl Stars videoları olmasa, Moko çəkərəm. Çünki axır vaxtlar Moko'ya çox qəşəng irəzət eləyən Moko oynayanda adama. Moko'dan başqa Heyday'ı da çəkə bilərəm, amma Heyday yəni ildə bir dəfə görəcəksiniz maksimum. Yəni Heyday mən oyuncusuyam, arada bir oynayıram. Niyə? Çünki Supercell oyunları çox sevirəm. Partnerlik deyil məsələsi, olsa partnerliyə ara vermişəm. Biraz partnerimi ara qoyublar orada. O bir aylıq video çəkmədim. O vaxtlar həqiqətən bütün mənim algoritmim sadan pozuldu. Bir video atırdım, 400 saat izlənirdi. İndi atıram 20-30 zorla görür. Amma inanam, biraz çalışıb o YouTube'un o algoritmini düzəldəcəm. Bax, bu elədiyim taktika hal-hazırda elədiyim taktikayla YouTube'u eşim bu gücü çox yaxşı, yəni çox güclüdür. Dediyim kimi, yəni bu
elədiyim video seriyası video alqoritmi ilə inanıram ki, bunu düzəldəcəm. Nəysə dostlar, çox da söhbətə girişməyək. Bu videoda bu qədərdir. Özünüzə çox yaxşı baxın. Yəni biraz bəxliyəm bu kostyumu çıxartdığım üçün, amma mən buradan təbii ki də əgər heç olmasa Hypercharge kostyumu çıxmayacaqsa, ən azından bir dənə burada bu Enzulonun və ya Green, hətta Sprout'un kostyumu ən yaxşıdır burada çıxa biləcəklərdə. Hypercharge'dan başqa. Yəni o verərdi heç olmasa, amma nəsə buna da şükür. Bu videoda bu qədərdir. Özünüzə çox yaxşı baxın. Allah'a əmanət olun və sağ olun. Bay bay.